Və ikinci gün, dedik birinci gün dünyasını dəyişir sallallahu aleyhi ve sellem. İkinci gün artıq yuyulur, kəfənlənir və yuyulub bu kəfənlənməsinə belə bəzi sahabələr ixtilaf edirlər. Yəni deyirlər, harda dəfn edək? Əbu Bəkir radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem belə deyir, eşitmişəm, deyir, Peyğəmbərlər öldükləri yerdə dəfn olunur. Və Allah Rəsulunu sallallahu aleyhi ve selləmi onlar Ayşənin evində öz yatağı olan yerdə, onun altındakı o yerdə onu dəfn edirlər. Yəni Peyğəmbər sallallahu aleyhi ve sellem onu məscidə dəfn eləmirlər. Necə ki, bugün bəzi insanlar görürsən, bunu dəlil gətirirlər ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin qəbri axı məsciddədir. Deyir ki, məscidə dəfn olunmayıb. Peyğəmbər sallallahu aleyhi ve sellem Ayşə anamızın evində dəfn olunur. Lakin sonradan xilafət böyüdükcə Əməvilərin zamanında Bəni Umeyyə yəni oğullarının zamanında məscid o qədər böyüyür ki, Peyğəmbər sallallahu aleyhi ve sellemin yəni dəfn olunduğu o evdə digər evlər kimi onlar hamısı məscidə daxil edildi ki, bu həmən dövrdə Mədinənin valisi tərəfindən edilən bir əməldir. Lakin heç bir alimlər bunu dəstəkləmirlər. Lakin o validir, yəni ona heç nə deyə bilməzsən. Lakin alimlər bunu inkar eləmişdilər. Həmçinin yuyulub kəfənlənməsi haqqında da ixtilaf edilir ki, bunu necə yuyaq? Yəni paltarı üstündə ola yuyaq, yoxsa öz ölülərimizi yuduğumuz kimi, yəni paltarını çıxardaq yuyaq? Bu zaman bunu danışa-danışa Allah bunlara bir yuxu göndərir, mürgüləyib yatırlar. Hətta çənələri belə sinələrinə düşür, o cür yatırlar və evin kənarından bir səs gəlir. Onu paltarında yuyun. Sanki Allahdan bunlara belə bir işarə idi. Və ayrılırlar və hamısı eyni şey eşitdiyini söyləyirlər. Və belə başa düşürlər ki, artıq bu nədir? Allahdan bir işarədir ki, onu paltarında yuyun. Və deyir, əllərində deyir, parça və ya parça və yaxud da köynək əllərinə bürüyüb Allah Rəsulunu sallallahu aleyhi və səlləmi yuyurlar. Və onu yuyanlar Abbas olur, Əli, Fadıl, həmçə Abbasın digər oğlu Qusəm, eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləm övlası Şuqran və həmçinin Usame ibn Zeyd və Avs ibn Xavli. Bunlar Peyğəmbər sallallahu aleyhi və səlləm yuyub kəfənləyirlər və dəfn edirlər. Və kəfənlənəndə də Yəməndən olan Səhuliyyə parçası var. Ağappaq, pambıqda olan bir parçadır. Səhuliyyə Yəməndə bir şəhərdir. Onun adı ilə bağlı bir parçanın adıdır. Yəni bu Səhuliyyə, ağappaq Səhuliyyə parçası ilə, pambıq parçası ilə Peyğəmbər sallallahu aleyhi və səlləm 3 dənə parça ilə Peyğəmbər sallallahu aleyhi və səlləmi kəfənləyib onu dəfn edirlər.